Məsələn, bizim ənənədə ki var, 30-40 yaşına qədər uşaqları himayə eləmək, bu o qədər də pis bir şey deyil. Bu əslində belə də olmalıdır. Çünki insan gec yetişən meyvədir. İnsan 40 yaşına hələ ancaq yetişir. Məsələn, Konfutsi deyirdi ki, mən deyir 40 yaşımda müstəqillik əldə etdim. 50 yaşımda isə göyün iradəsini dərk elədim. İndi 20 yaşlıya bunu izah eləməyə çox çətindir. Deyir, nə danışırsın, mən müstəqiləm, mənim öz fikrim var. Sənin öz fikrin yoxdur. Sən oradan-buradan oxuduqlarını, sənə cazib görünənləri öz fikrin kimi deyirsən. Ümumiyyətlə ciddiyə qalsa, dünyada öz fikri olan adamlar barmaqla sayılar. Adamların əksəriyyəti nəfsinə xoş gələn tiplərini seçir və deyir, bu mənim öz fikrimdir. O hələ bilmir öz fikrinə olan şeydir. 40 yaşına qədər onların ağsaqqalların, valideynlərin himayəsində saxlayan mədəniyyət daha təhlükəsiz mədəniyyətdir.